Uşaqlara oruç tutmaq vacib deyil. Nə üçün? Uşaqlara oruç tutulması yaxşı olar ki, onlara öyrəşdirilsin. Çünki uşaqlara uşaqlığından bunu alışdırmaq onlar üçün də yaxşıdır. Nə üçün? Çünki burada deməli bir hədis gətirir müəllif. Buxarinin və Müslimin rivayet etdiyi hədisdir. Sahabə qadın Rubeyy binti Muavvidin hədisini gətirir. Radiyallahu anhə. Allah ondan razı olsun. Rubeyy deyir ki, Rasulullah sallallahu aleyhi və səlləm Aşura günü səhər, yəni Məhərrəm ayının 10-cu günü Mədinənin ətrafındakı Ənsar kəndlərinə bir elçi göndərir. Bir Peyğəmbər sallallahu aleyhi və səlləmin göndərdiyi şəxs və orada olanlara deyir ki, kim səhəri oruclu olaraq açıbsa, Məhərrəm ayının 10-cu günündən söhbət gedir. Məhərrəm ayının 10-cu günü orucunu tamamlasın. Yəni orucunu açmasın, sona qədər tamamlasın. Və kim də səhəri yemək yeyibsə, o günün qalan hissəsini oruç tutmaqla tamamlasın. Yəni, bu iki ləfsdə gəlib. Birinci ləfsdə eyni bir-birinin oxşarıdır. Səhəri oruculu olaraq açıbsa, orucunu tamamlasın. Kim də səhəri yemək yeyibsə, o günün qalan hissəsini oruç tutmaqla tamamlasın. Sahabə qadın deyir ki, Rubeyyə, biz de bundan sonra oruç tutduq və öz uşaqlarımıza da, balaca uşaqlarımıza da oruç tutturduq. Yəni, onları buna həvəsləndirdik, alışdırdıq. Və buyurur ki, biz məscidə gedərdik və deyir, uşaqlarımız üçün yundan oyuncaq düzəldərdik. Və deyir ki, uşaqlar ağladıqda, yəni yeməkdən ötəri ağladıqda və o oyuncağı deyir, onlara verərdik, onlar deyir, o oyuncaqla oynayardılar. Hətta iftar vaxtına qədər onlar deyir, başı qarışardı. Vaxt beləcə gəlib keçərdi. Yəni, hədisi nə üçün gətirir müəllif? Ona görə gətirir ki, uşaqlara da az yaşından onları alışdırmaq yaxşıdır. Lakin, hökm etibarı ilə vacib deyil uşaqların oruç tutması. Amma yaxşı olar ki, lap deyək ki, gün orta yeyib, iftara qədər onu saxlamaq, öyrəşdirmək kimi bir şeydir.